Xətti diaqram mövzusuna aid ev tapşırığının izahı. Aşağıdakı qrafikdə teatrda satılan biletlərin sayı göstərilmişdir. Sualları qrafikə əsasən cavablandırın. Ekranın sağ tərəfində qrafikimizi görürük, diaqram var. Baxaq birinci diaqramda nələr əks olunub. Uşaqlar, həftənin günləri var: bazar, çərşənbə, cümə axşamı, şənbə. Bu hissədə satılan biletlərin sayı rəqəmlə göstərilib və qeyd olunub ki, göy rəng sütunlar biletlərin sayını bildirir. Biz suallarımıza cavab verməyə keçməmişdən əvvəl müəyyən etməliyik ki, hansı gün neçə bilet satılıb. Bazar günü 140 bilet satılıb. Altına qeyd eləyək. 140. Çərşənbə günü, baxın uşaqlar, 140 ilə 160-ın arasındadır. 140-dan çoxdur, 160-dan azdır. Hətta 140 ilə 160-ın arasında tən ortada 150 bilet var. Bu yarıdan da yuxarıdır. Yəni 150-dən çox, 160-dan az. Gəlin belə qeyd eləyək. 150, 160 bilet bu aralıqda. Cümə axşamı yenə 140. Şənbə günü isə 120 bilet satılıb. İndi artıq suallarımıza cavab verə bilərik. Ən az bilet hansı gün satılıb? Uşaqlar, bunu bilmək üçün həm rəqəmlərə baxa bilərik ki, ən azı 120-dir. Həm də sütunların hündürlüyünə baxa bilərik ki, şənbə günü ən az bilet satılıb. Ən çox bilet hansı gün satılıb? Ən çox bilet 150-dən çox olmaqla çərşənbə günü satılıb. Bazar və şənbə günü cəmi neçə bilet satılıb? Bazar günü 140, şənbə günü isə 120 bilet satılıb. Cəmi 260 bilet. Cümə axşamı satılan biletlər, cümə axşamı 140 idi. Şənbə günü satılan biletlərdən nə qədər çoxdur? Şənbə günü də 120 idi. 140 120-dən nə qədər çoxdur? Bunu bilmək üçün 140-dan çıxırıq 120-ni, bərabərdir 20 bilet. Qrafikdə bağbanın bağda əkdiyi ağacların sayı qeyd olunub. Verilən məlumata əsasən sualları cavablandırın. Ekranın sağ tərəfində qrafiki görürük, diaqram əks olunub. Meyvələrin adı yazılıb aşağıda: alma, heyva, nar və zoğal. Göy rəng ağacların sayını bildirən sütunlardır və sol tərəfdə ağacların sayı rəqəmlə göstərilib. Gəlin biz birinci müəyyən eləyək ki, alma ağacı neçə dənədir? 15. Heyva ağacı 20. Nar ağacı 10. Zoğal ağacı isə 25. İndi artıq suallara cavab verə bilərik. Zoğal və heyva ağaclarının birgə sayı almadan nə qədər çoxdur? Gəlin birinci zoğalla heyvanın birgə sayını tapaq. Zoğal 25 idi, heyva isə 20-dir. 25 ilə 20-nin cəmi bərabərdir 45. Zoğalla heyvanın birgə cəmi 45-dir. Bəs 45 almaların sayından, yəni 15-dən nə qədər çoxdur? Bunu bilmək üçün 45-dən çıxırıq 15-i, bərabərdir 30. Ən çox hansı ağac əkilib? Bunu rəqəmlərə də baxıb müəyyən eləmək olar. Sütunun hündürlüyünə də baxıb müəyyən eləmək olar ki, bu zoğal ağacıdır. Ən az hansı ağac əkilib? Diaqramdan da göründüyü kimi nar ağacı. Alma və nar ağaclarının birgə sayı hansı ağacın sayı ilə eynidir? Alma 15-dir, nar 10-dur. 15 ilə 10, yəni alma ilə narın birgə sayı 15 ilə 10-un cəmidir. 25 eləyir. Deyir ki, 25 hansı ağacların sayı ilə eynidir? Zoğalın sayı da 25-dir. Deməli, alma və nar ağaclarının birgə sayı zoğalın sayı ilə eynidir. Xətti diaqramda verilən məlumata əsasən doğru fikirləri qeyd edin.
Burada xətti diaqramı görürük. Həftənin günləri var. Bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə, şənbə, bazar. Xətti diaqram həftənin günlərini göstərir və burada isə havanın temperaturu rəqəmlərlə qeyd olunub. Söhbət noyabrın ilk həftəsindən gedəcək. Gəlin birinci qeyd eləyək. Bazar ertəsi havanın temperaturu neçə olub? Yazaq altına 10 dərəcə. Çərşənbə axşamı isə 12 dərəcə olub. Çərşənbə günü 14 dərəcə. Cümə axşamı, baxın uşaqlar, bu 10 ilə 12-nin tən arasıdır, yəni 11 dərəcə. Cümə günü 10 dərəcə. Şənbə günü 8 və 10-un tən arasıdır, yəni 9 dərəcə. Bazar günü isə 12 dərəcə. İndi suallara cavab verək. Ən yuxarı temperatur çərşənbə günü olub. Doğrudursa, üstəgəl qoyacağıq. Səhvdirsə, çıx işarəsi. Ən yuxarı temperatur çərşənbə günü olub. Uşaqlar, diaqramdan görürük ki, ən yuxarı temperatur, baxın, məhz burada olub. Bu hansı gündür? Çərşənbə günü. Rəqəmlərin də içində ən böyük burada 14-dür. Deməli, bu doğru cavabdır. Bazar ertəsi və bazar günü havanın temperaturu arasında fərq 3 dərəcədir. Bazar ertəsi 10-dur, bazar günü 12-dir. 10 ilə 12-nin arasındakı fərq 2-dir, 3 deyil. Bu yanlışdır. Düzgün cavab 2 dərəcə. Çərşənbə axşamı və bazar günü temperatur eynidir. Çərşənbə axşamı 12 dərəcədir, bazar günü 12 dərəcədir və temperatur eynidir. Deməli, bu düzgün cavabdır. Üstəgəl qoyaq. Ən aşağı temperatur şənbə günü olub. Şənbə günü 9 dərəcədir və bu rəqəmlərin içində ən az 9-dur. Xətti diaqramda da görürük ki, burada qrafik aşağı düşüb. Deməli, bu da doğru fikirdir.